Salam. Önceden qeyd edim ki, bu videom İlham Əliyevin xoşuna gəlməyəcək. Çünki onun ağlına belə gəlməzdi ki, Mehman Hüseynovun əlində onun ailəsi barədə bütün informasiyalar var. Onu da qeyd edim ki, bu videonu yaymaqla mən öz həyatımı riskə atıram. Amma canım bahasına da olsa da mən xalqın gözünü açmağa davam edəcəm. Əgər bu videodan sonra mənə nəsə olsa, bilin ki, mənim hazır videolarım etibarlı şəxslər tərəfindən yayılacaq. Mübarizə davam edəcək. Başlayaq. Bu araşdırma videomun baş sponsoru Dövlət Təhlükəsizlik Nazirliyi, şəxsən Əli Nağıyev və mənim dostum İlqar Hacıyevdir. Əli Nağıyev mənim yatağıma gizlin kameranı qoyanda yaxşı düşünməli idi. Çünki mənim nəyim varsa hamısı ortadadır. Bu faktları, bu videoları, bu fotoları əldə etmək üçün çoxlu pul xərclədik və vaxt sərf elədik. Amma buna dəyərdi. Hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Yaxın oturun, çünki dediyim hər kəlmədən dəhşətə gələcəksiniz. Bildiyiniz kimi, hər bir diktatoru miflər əhatə edər. İlham Əliyevin ailəsi haqqında da yalanlar, romantik nağıllar, saxta hekayələr yazılır və cəmaata təqdim olunur. Bugün mən İlham Əliyevin hamıdan gizlətdiyi ən böyük sirri sizə açacağam. Artıq xəbəriniz var da, İlham Əliyev öz xəstə oğlunu Heydər Əliyevi prezident vəzifəsinə hazırlayır. Bəzən bu şeyləri demirəm vətəndaşlara ki, vətəndaşları irgəndirməyin. Bunu açıq-aydın hər yerdə görmək olar. İlham Əliyev bütün tədbirlərə Bala Heydəri və onun həyat yoldaşı Alyonanı aparır. Televizorlarda artıq Bala Heydər və onun həyat yoldaşı hamının gözünə soxulur. Öyrəşdirə, yağlaya soxurlar ki, girəndə üzr istəyirəm. Hakimiyyətə gələndə hiss etməyək. Xəbərimiz var ki, İlham Əliyev artıq Sokar neft şirkətini öz oğluna hədiyyə verib. Yəqin sonradan Bala Heydəri baş nazir təyin eləyəcək, sonra isə prezident. Bala Heydər ilə hər şey aydındır. Onu millətə ciddi fiqur kimi itələyirlər. Ay nə bilim, Heydər Əliyev evləndi. Heydərin uşaqları var. Gözəl Nəcib həyat yoldaşı var. Diqqətli izləyicilər fikir vermiş olar ki, son dövrlərdə Bala Heydərin həyat yoldaşını hər yerdə reklam edirlər. Alyona Əliyeva uşaq evini ziyarət edib. Alyona Əliyeva universitetdə təlim keçib. Prezidentin gəlini meşəyə gedib. Prezidentin gəlini yemək bişirib və s. Hətta məsələ o yerə çatıb ki, stilistlər, kosmetoloqlar Bala Heydərin arvadını Alyona Əliyevanı Mehriban Əliyevaya oxşatmaq istəyirlər. Sanki belə bir fikir formalaşdırırlar ki, baxın, Mehriban ananı əvəz edən şəxs var. O da Alyona Əliyevadır. Loru dildə desək, İlham Əliyevi Heydər Əliyev əvəz edəcək, Mehriban Əliyevanı isə Alyona Əliyeva. Tanış olun, bu gələcək birinci xanım və vitse-prezident Alyona Əliyevadır. Hər kəsi maraqlandıran bir sual var. Axı bu Alyona Əliyeva kimdir? Hansı ailədən çıxıb? Bu Alyonanın valideynləri kimdir? Bu Alyona Bala Heydərlə necə tanış olub? Siz bu sualların cavabını bilmirsiniz, amma Mehman Hüseynov hər şeyi bilir. Mən bilirəm Alyona Əliyeva kimdir. Mən bilirəm Alyona Əliyeva hansı ailədə böyüyüb. Mən bilirəm Alyona hansı yuvanın quşudur. Bəli, quşu. Əlimdə ciddi faktlar var. İndi hər şeyi sizə deyəcəm. Alyona Əliyeva haqqında hər kəsə qəsdən yayılan bir saxta məlumat var. O məlumatı da İlham Əliyev və ətrafı yayır. Hər kəs elə bilir ki, Alyona Əliyeva Rusiyalı biznesmen God Nisanovun qızıdır. Xeyr, bu yalan söhbətdir. Bu saxta məlumatdır. Alyona Əliyevanın God Nisanovla heç bir əlaqəsi yoxdur. Bu məlumatı dəqiqləşdirmək üçün biz İlqar Hacıyevdən də soruşa bilərik.
Çünki İlqar Hacıyev həm də Qodnisanovun ailəsini tanıyır. İlqar salam, xoş gördük. Mənim qısa və konkret bir sualım var. Balaca Heydər Əliyevin həyat yoldaşı Alyona Əliyeva Qodnisanovun, yəni həmin o Rusiyada olan iş adamı Qodnisanovun qızıdırmı? Deməli, Mehman, çox yaxşı bilirsən ki, mən Qodnisanovu tək özünü yox, bütün nəslini, Allah rəhmət eləsin, dədəsindən tutmuş və Qodnisanovun qızı kimdə ərdədir, kim qohumudur, kim əqrəbəsidir. Mən bir-iki dəfə blogerlər çıxıb məndən sual veriblər, mən demişəm ki, Mehman, bu qızı deyil. Ancaq mən demişəm ki, oxşarlığı var. Onu araşdırıb xalqımızın qabağına ortaya qoymalısan. Çünki sənin jurnalist borcundur. Qodnisanovun Alyona adlı qızı yoxdur. 100% mən sənə əmin edirəm. Çünki mən Qodnisanovun qızını da tanıyıram. Bəli, Qodnisanovun Alyona adlı qızı yoxdur. İlham Əliyev sizə yalan danışıb. Mən hər zaman Alyona Əliyevanın bahalı sumkaları, bahalı geyimləri haqqında videolar çəkirəm və ondan soruşuram ki, ay Alyona xanım, siz bu 20.000 manatlıq sumkanı hansı pulla alıbsınız? Və bəzi qoyunlar girib şərhdə yazırdılar ki, ay Mehman, ay bu qız Qodnisanovun biznesmen ailəsindən çıxıb, bu almasını kim alsın? Ay qoyunlar. Yenə deyirəm ki, Alyona Əliyeva Qodnisanovun qızı deyil. Alyona Əliyeva məhz sənin və mənim pullar hesabına özünə bahalı geyimlər alır. Bax sən öz evinə çörək ala bilmirsən, öz uşağına pampers ala bilmirsən. Amma Alyona Əliyeva sənin pullarını oğurlayıb özünə 20-30 min manatlıq sumka alır. Mən görürəm, bilirəm. Artıq gözlər dikilib ora. Axı kimdir bu Alyona? Hardan çıxdı başımıza? Öyrənməyə hazırsınız? Alyona Ukraynanın gecə klublarında böyüyən bir qız idi. Əsl adı isə Alyona Gonçar Aleksandrovnadır. Bu qız Ukrayna vətəndaşıdır. Odessa şəhərindəndir. Bu isə onun universitet diplomudur. Adını görürsünüz, Alyona Gonçar Aleksandrovna. Onun pasportu da məndə var. Sadəcə paylaşmaq etik deyil. Əslində əlimdə çox şey var. Yenə deyirəm ki, paylaşmaq mənə görə etik deyil. Əlqərəz, buranı dəqiqləşdirdik. Alyona Gonçar Ukrayna vətəndaşıdır və Azərbaycan dilində bilmir. Azərbaycan dilində heç nə başa düşmür. Onu bizə ziyalı ailəsinin Kübar xanımı kimi təqdim etsələr də həqiqət başqadır. Mənim diqqət çəkmək istədiyim şey Alyonanın hələ məktəb vaxtlarından verdiyi hoqqalar, çəkdirdiyi şəkillər, qurduğu münasibətlər deyil. Məsələ budur ki, bu yaxınlarda İlham Əliyev internetdə ictimai əxlaqa uyğun olmayan materialları paylaşmağı qadağan elədi. Güya gənclərimizin əxlaqı pozulmasın. Güya hamı abırlı yaşasın. Bu qanunu çıxaran adam özü həm mənim, həm də bir çox siyasi fəalların yatağını güdüb. Bir çox fəalların videolarını internetə yerləşdirib. Bunu eləyən adam, yəni İlham Əliyev özü bilməli idi ki, bir gün onun da qapısı döyülə bilər. Can, ay Əli Nağıyev, bilirəm təzqin qalxıb, amma sən dilinin altına bir dərman da qoy. Çünki davamı gəlir. Alyona Əliyevanın məndə bütün fotoları var. Hətta keçmiş həyat yoldaşı ilə, sevgililəri ilə olan fotoları da var. Klublarda, barlarda, kazinolarda, qumarxanalarda nələr edib. Hər şey məndə var. Amma mən Əli Nağıyevdən fərqli olaraq həmin o fotoları nə yaymıram, nə də heç kimi şantaj eləmirəm. Hörmətli izləyicilər, amma mən sizə Bala Heydərin arvadının cavanlıq şəkillərini göstərə bilərəm. Buyurun, baxın. Bax bu Alyona bacımızın cavanlığı. Bu klubda, bu hovuzda, bu xarici səfərdə, bu Dubayda, bu isə Fransada. Bəli, Fransada. Alyona Əliyeva Bala Heydəri Fransada tələyə salıb. Bu fotoları ona görə sizə göstərirəm ki, əmin olasınız ki, məndə heç kimdə olmayan faktlar var və özü də ciddi faktlar. Bəs yaxşı, Alyonanın valideynləri kimdir? Əlimdə onların da fotoları var. Bu deyə tanış olun. Bax bu Aleksandr Qonçarov və Oksana Qonçarova. Alyonanın atası və anası. Bu isə Alyonadır.
Görürsünüzmü? Fotoda Godnisanov yoxdur. Çünki Godnisanov Alyona Əliyevanın atası deyil. Onun əsl atası Aleksandr Qançarov Ukraynada kurtka satan alverçidir. Ona görə də İlham Əliyevlə yaxşı tapışıblar, quda olublar. Bilirsiniz də, İlham Əliyev də o vaxtları Moskvada kurtka satırdı. İndi hər kəs rahat ola bilər. Çünki əsas sualın cavabını tapdıq. Alyonanın kim olduğunu artıq hər kəs bilir. Bax bu həqiqətdir. Yadınızdadırsa, əvvəldə demişdim ki, bu Alyona Ukraynada gecə klublarında böyüyən və əyləncəli həyat tərzi yaşayan bir qız idi. Bunu təsdiq edəcək bütün fotolar, videolar əlimdə var. Bütün günü televiziyada milli mentalitet, ailə dəyərləri haqqında basıb bağlayan, cəmaatı seks kasetləri ilə şantaj edən İlham Əliyev. Nə oldu sənin ailə dəyərlərinə, ha? Niyə öz xəstə oğluna klublarda böyüyən bir qızı aldın, ha? Mehman Hüseynov bu sualların da cavabını bilir. Biz Bala Heydərə imkan verməməliyik ki, arvadını da qoltuğuna vurub hakimiyyətə gəlsin. Bu ölkəni axmaq ağlıyla idarə eləsin. Alyona isə bu xalqın birinci leydisi ola bilməz. Ondan ümumiyyətlə leydi ola bilməz. Ona görə də, hörmətli izləyicilər, biraz səbirli olun. Növbəti videoda Alyona və Heydərin tanışlıq hekayəsini danışacağım. O vapşı dəhşətdir də, dəhşət. Oğluna qız bəyəndirə bilməyən İlham Əliyev necə oldu ki, bir dəfə evli, bir dəfə nişanlı olan bir qızı oğluna aldı? Onu öyrənəcəksiniz. Bəyənin və paylaşın ki, qoy hər kəs həqiqətləri bilsin.